Ölkəmizin şimal-qərb qapısı sayılan Balakəndə əhalinin dayanıqlı, əsasən də fasiləsiz elektrik enerjisi ilə təmini və keyfiyyətinin artırılması məqsədi ilə bir çox işlər görülür. Balakən rayonunun əksər ucqarda yerləşən yaşayış məntəqələrində yararsız elektrik dayaqları yenilənir, köhnə kabellər izolyasiyalı kabellərlə əvəz olunur. Balakən elektrik şəbəkə tərəfindən yaşayış məntəqələrində əsaslı və cari təmir işləri aparılıb, kəndlərdə minlərlə metr kabel çəkilib, yüzlərlə dəmir dayaqlar bastırılıb. Kəndlərdə, əsasən də qış fəslində elektrik enerjisinin verilməsində böyük problemlər yaranırdır ki, bunun da qarşısı alınıb. Hənifə kənd sakinləri artıq bu problemlərin yaşamadığını bildirirlər. Hənifə kənd sakini Miskinov Şakir canla başla işləyirlər. Hətta buxadma günləri də işləyirlər. Yağış yağanda yağışa, suya, selə baxmayaraq ki, bu cəmaatın günü-gündən güzəranın yaxşılaşdırmasında çox böyük bəhrəsi var. Zəhmət çəkirlər, əziyyət çəkirlər, sağ olsunlar. Təşəkkür edirik hər bir kəsə, zəhmət olan hər bir kəsə. Əvvəllər vəziyyət necə idi? Əvvəldə vəziyyət əyri, quyruğun belə yıxılan, nazik doqqazdan, tay simindən, nazik simlərdən işıqlar qaralırdı. Televizorlar yanırdı, xaldinlər yanırdı, indi kabelləşmə olub, gözəl işıqlar, tənzim, günü-gündən problemlər azalıbdır demək olar. Xəllova Bağdagül. Əvvəllər vəziyyətimiz çox çətin idi, işığımız yox idi, internetimiz yox idi. Hal-hazırda bizi işıqla təmin elədilər, stolba direklərimiz dəyişirildi. Çox sağ olsunlar, çox var olsunlar, biz bu görülən işlərdən çox razıyıq. Necə olurdu? Bax, külək əsəndə yağış. Külək əsəndə kim gətirirdi, şinor gətirirdi, kim gətirirdi, nə bilim, sim gətirirdi. Belə bir bərbad vəziyyətdə işıqlarımız yanırdı. Külək gücdə əsəndə xaladenikimiz də yanırdı, televizorumuz da yanırdı, olurdu, belə şeylər də olurdu. İndi şükür, hər şeydən təmin olunmuşuq, razıyıq hər kəsdən. Çox sağ olsunlar, əllərini qüvvət. Qeyd edək ki, Balakən rayonunun Hənifə kəndində yenidən qurma işləri çərçivəsində 231 ədəd 10 kilovatlıq dayaq və 17 kilometr naqil dəyişdirilib, 2 ədəd yeni güc mərkəzi quraşdırılıb, 0,4 kilovatlıq 641 ədəd dayaq, 24565 metr magistral sip kabel, 67000 metr abunə xətti çəkilib, 480 sayğac qutusu quraşdırılıb. Hənifə kəndinin 56% tam olaraq kabelləşdirilib. Murad Adiloğlu, İlkin Akifoğlu, Ceyhun Əhmədov, Səs TV Balakən.